Bugün mən sizə dil şəkilçisi haqqında danışacağım. Dil şəkilçisi leksik yoxsa qrammatikdir. Bu ən çox çaşdırılan məsələlərdəndir. Dil şəkilçisi həm icbari növ, həm də xəbərlik şəkilçisidir. Xəbərlik şəkilçisi olanda biz onu qrammatik götürürük, amma icbari növ olanda onu leksik şəkilçi kimi götürürük. Bizim iki yolumuz var. Birinci sual veririk. Həmin şəkilçi sualın tərkibinə daxil olursa, demək şəkilçimiz qrammatikdir. İkinci yolumuz maq şəkilçisi artırırıq. Maq şəkilçisi nə şəkilçisi idi? Məsdər şəkilçisi idi. Maq, mək. Əgər bu şəkilçini artıra biliriksə, demək şəkilçimiz leksik şəkilçidir. Gəlin indi birinci sözümüzə baxaq. Birinci sözümüz bozdur. Baxın, bu sözün köküdür. Dur bilmirik, leksikdir yoxsa qrammatikdir. Gəlin birinci qaydamıza tətbiq eləyək. Sual verək, bozdur. Necədir? Baxın, dur şəkilçisi gəldi. Sualımızın tərkibində işləndi. Demək, əgər tərkibinə daxil olursa biz nə demişdik? Qrammatik şəkilçidir. Demək, bu qrammatik şəkilçimizdir. Gəlin ikinci yolumuzda yoxlayaq. Maq şəkilçisi artıra biliriksə, leksik. Maq şəkilçisi artıra bilirik. Bozdurmaq deyə bilirik. Xeyr. Buna görə də leksik deyil, qrammatikdir. İkinci sözümüzə baxaq. Kökümüz bozdu. A şəkilçisinin leksik yoxsa qrammatik olmasında eyni bu qayda ilə bilə bilərik. Baxın, bozardır. Nə edir sualına cavab verir? Nə edir? A şəkilçisi görürsünüz burada, xeyr. Əgər daxil olursa qrammatikdir, demək daxil olmursa leksikdir. Gəlin ikinci yolumuzdan da yoxlayaq, görək leksikdirmi? Maq şəkilçisi artıra bilirik, bozar maq. Artıra bilirik, demək leksikdir. Baxın, burada dır şəkilçisi. Dır şəklində deyil. T icbar şəkilçisi üstə gəlinsin, ır şəklindədir. Baxın, biz bozartır deyə bilmirik axı. Məsələn, get sözünə ir şəkilçisi artıranda getir deyə bilirik, getir. Getir deyə bilmədiyimiz üçün gedir deyirik. Burada da eyni şəkildə t, d-ya keçir. Yəni, bu d, buradakı d şəkilçisi ayrı şəkilçidir. O, t şəkilçisinin leksik yoxsa qrammatik olmasına baxaq. Yenə birinci qaydamıza tətbiq eləyək. Sual verək. Bozardır, nə idi? Sualımızda t şəkilçisi var, yoxdur. Demək leksikdir. Maq şəkilçisi artıra bilirik. Bozart, maq. İkinci qaydamızı da ödədi. Baxın, ır şəkilçisi sualımızın tərkibində var. Demək, qrammatik şəkilçidir. Bozardırmaq deyə bilmədiyimiz üçün yenə də ikinci qaydamıza da uyur. İndi isə üçüncü sözümüzə baxaq. Kökümüz bozdu. A şəkilçimiz var. A şəkilçisi də bozarmaq deyə bilirik. Demək, leksikdir. T şəkilçimiz var. Baxın, yuxarıdakı t şəkilçisidir. Bozartdır. Demək, burada t şəkilçimiz maq şəkilçisi artıra bilirik. Bozartmaq. Leksikdir. Bozartdır, maq deyə bilirik. Bəli, bu da leksik şəkilçimizdir. İndi sual verək, bozartdır. Nə et? Bozartdırdır şəkilçisi sualımızın tərkibinə daxil olmadığı üçün burada da bizim qaydamızı ödəyir. Birinci qaydamızı da ödəyir, ikinci qaydamızı da ödəyir. İndi dördüncü sözümüzə baxaq. Boz yenə sözümüzün köküdür. Bozar. Bozarmaq deyə bildiyimiz üçün leksikdir. Bozart. T. Bozartmaq deyə bilirik. Bəli. Bəs bozartmışdır. Gəlin birinci sual verək. Nə etmişdir? Hansı şəkilçiləri görürük? Miş və dir şəkilçisini. Bozartmışdır. Demək, bunlar necə olacaq? Qrammatik şəkilçimiz olacaq. Çünki sualın tərkibinə daxil oldu. Bozartmışmaq deyə bilirik? Xeyr. Bozartmışdırmaq deyə bilirik? Xeyr. Demək, bizim ikinci qaydamıza da uyğun oldu. İndi üçüncü sözümüzə baxaq. Üçüncü sözümüzdə gördüyünüz kimi iki dənə dır şəkilçisi işlənmişdir. Burada əsas yadınızda saxlayın. Birincisi həmişə leksik olur, ikincisi qrammatik olur. Gəlin indi yoxlayaq. Boz yenə sözümüzün kökü. Bozarmaq deyə bildiyimiz üçün leksik. Bozartmaq leksik. Bozartdırmaq leksik. Bozartdırmışmaq deyə bilirik? Xeyr, qrammatik. Bozartdırmışdırmaq deyə bilirik? Xeyr, bu da qrammatik şəkilçidir. Yəni, sual verək. Bozartdırmışdır. Nə etmişdir?
Hansı şəkilçilər daxil oldu sualın tərkibinə? Miş və dir şəkilçisi. Demək bizim birinci qaydamıza da uyğundur. İkinci qaydamıza da uyğundur. İki yolla daha asan şəkildə fərqləndirə bilərsiniz.